Salam, axşamınız xeyir olsun. Köməsin hissələrin homonimliyi, sinonimliyi olan bir neçə hissələrinə diqqət edək. Məsəl üçün, təki qoşmasıdır. Mən də sənin təki olmaq istəyirəm dedikdə burada olur. Bənzətmə qoşması. Yox, əgər təki sən xoşbəxt olasan, təki sən yaxşı olasan, burada təki isə arzu ədatıdır. Daha sonra ancaq bağlayıcısına gələk. Ancaq səndən nigaranam, burada məhdudlaşdırıcı ədatdır. Amma gəldim, ancaq səni görmədim. Amma səni görmədim. Ancaqın yerinə amma, ancaq, lakin, fəqət isə, halbuki arta biliriksə, burada isə olur qarşılaşdırma bağlayıcısı. Daha sonra gəldik kimi. Əgər desək ki, yolum sənə kimidir, burada oldu məsafə qoşması. Yox, əgər mən də sənin kimi olmaq istəyirəm, burada isə oldu bənzətmə qoşması. Qoşmaların öz aralarında homonimliyi oldu. Kimi qoşmasını isə digər nitq hissələrlə homonimliyi var. Məsəl üçün, kimi yazırdı, kimi oxuyurdu. Burada oldu qeyri-müəyyən əvəzlik. Yox, əgər sən kimi çağırırsan, burada isə oldu sual əvəzliyi. Daha sonra birdən bizə bax, qüvvətləndirici ədat. Bir səni istəyirəm, bir səni görmək istəyirəm, bir səni görəydim. Burada isə oldu arzu ədatı. Sonra qoysana, gəlsənə. Qoysana, gəlsənə bizim əmr ədatlarımız var. Əgər qoysana, gəlsənə sözləri cümlənin başlığında gələrsə, qoysana sözü bir yerdə olur əmr ədatı. Həm qoy, həm də sana hissəciyi. Yox, əgər bu dediklərinin hər birini stola qoysana, stolun üzərinə qoysana dedikdə, burada qoy olur feil, sana isə olur ədat. Deməli, cümlənin başında gəldikdə bütövlüklə, sonda gəldikdə isə qoy, gəl hissəciyi olur feil, digər yerlər isə ədat sayılır.